Hörmətli Maliyyə Naziri, siz nəzərdə tutdunuz ki, minimum əmək haqqı bu il qaldırılmasın, artırılmasın. Bəs inflyasiya burada 25%'dir. Keçən ilki yaşamaq üçün minimum 25% qalxmaq lazım, qaldırılmaq. Bax, siz girirsiniz amma inflyasiya deyəndə insanlar elə bir terminologiya filan, bax, basit dildə deyək, inflyasiya nədir? Bu çörəyi mən dünən 1 manata alırdım, bugün 1 manat 20 qəpik alınır. Demək ki, 20 qəpik artıq inflyasiyanın qiymətidir. Yəni, bax, girirsiniz gündə marketə də, bir il bundan qabaq ki, keçən il dekabrın bugününə müqayisədə nə qədər qiymət artır? Dəhşətdir. Ölənlər. İndi yaxşı, mən keçən ilkindən, keçən ilki kimi hələ irəlini qoyuram qırağa, yaxşı dolanmağı qoydum qırağa. Keçən ilki kimi dolanmağım üçün, demək, məhsulların qiymətinin artımı qədər də mənim minimum əmək haqqım artmalıdır ki, keçən ilki kimi dolandım, mən inkişafı qoydum qırağa. İnkişaf o rifah payı deyirlər, rifah payını, rifah artımını qoydum qırağa. Heç olmasa inflyasiya qədər bunu artırın da, pensiyanın heç olmasa inflyasiya qədər artırın da, bu artım getmir. Bu, bilirsiniz, kompensasiya, dünyanın hər yerində kompensasiya deyirlər bunu. O dünən elə o istehlak zəmbilində 15 manat dedildi, artan 15 manat. Heç olmasa 15 manata artır. Sən pensiyadan, nə bilim, minimum əmək haqqından, nədən, bunları artır da qardaş. Sən əksinə, baxın, inflyasiyanı nəzərə almırsan, üstəlik də keçən tutmadığın vergini bu ildə tutursan, demək biz keçən ilkindən 2 qat pis yaşayacağıq. Düzdür, məsələn, qiymətlərə keçən 400 manat aldığımızı bu gün artıq 450 alacağıq, 50 manat buradan ziyanı, üstə gəldə vergi 50 manat, 100 manat. Yəni bizim 400 manatımız, keçən il aldığımız 400 manat, elə bilin ki 300 manat oldu. Biz keçən 300 manatla dolanmış kimi dolanacağıq. Belə olmaz axı.